Buraxılış imtahanının reading bölməsində verilən mətni oxuyub tərcümə edək, daha sonra isə mətnlə bağlı suallara cavab verək. The Special Olympics is a great success story. Xüsusi Olimpiya oyunları böyük bir uğur hekayəsidir. It consists of series of sporting events held globally for individuals with learning difficulties. Bu, dünyada öyrənmədə çətinlik çəkən insanlar üçün keçirilən idman tədbirlərindən ibarət bir seriyadır. The Special Olympics World Games occur once every 2 years. Xüsusi Olimpiya dünya oyunları hər 2 ildən bir keçirilir. There are also Special Olympic Winter and Summer Games. Həm də xüsusi Olimpiya qış və yay oyunları vardır. It all began with an idea by Dr. Frank Hayden. Hər şey Dr. Frank Hayden'in fikri, ideyası ilə başladı. Dr. Hayden was a physical education professor in Canada. Dr. Hayden Kanadada bədən tərbiyəsi üzrə professor idi. He believed that physical activity could benefit individuals with learning difficulties. O, inanırdı ki, fiziki məşqlər əqli çətinlikləri və ya öyrənmə çətinlikləri olan insanlar üçün faydalı ola bilər. Initially, he approached the Canadian government for support in starting a sports program, but received little help. İlkin olaraq o, bu insanlar üçün idman proqramı təşkil etmək məqsədi ilə dövlətdən və ya hökumətdən kömək istədi. Amma ona çox az kömək olundu. He then returned to America and sought help from Rose Kennedy. Daha sonra isə o Amerikaya döndü və Rose Kennedy'dən kömək istədi. As a wealthy and influential figure, she quickly agreed to support Dr. Hayden financially. O, yəni Rose Kennedy varlı və nüfuzlu bir şəxs olduğu üçün Dr. Hayden'a maddi dəstək verməyə razı oldu. Hətta tez razı oldu, quickly agreed. As a result, the Special Olympics was founded in the 1960s. Nəticədə 1960-cı illərdə ilk xüsusi Olimpiya oyunları yaradıldı. The first Special Olympics event was held in Chicago in 1968. İlk xüsusi Olimpiya oyunları 1968-ci ildə Chicago'da keçirildi. At that time, not many people knew about the event. So there were only a few participants. O vaxtı çox insan bu hadisə haqqında, bu tədbir haqqında bilmirdi. Ona görə də orada çox az iştirakçı var idi. However, it was a very promising beginning. Amma bu çox ümidverici bir başlanğıc idi. Since then, the Special Olympics has expanded and inspired many people around the world. O vaxtdan bəri xüsusi Olimpiya oyunları inkişaf edib və genişlənib daha doğrusu və bir çox insanları ruhlandırıb, yaxşı mənada təsir edib. Hekayəni oxuyub tərcümə etdik. Bundan sonraki dərsdə isə hekayə ilə bağlı suallar olacaq. Ona görə dərsləri ardıcıl izləməyi unutmayın.